Hamıya salamlar, hörmətli dostlar, tamaşaçılar. Bugün 26 may 2025-ci il çox gözəl bir yerə gəlmişəm. Bura Amburan Moldur. Bugün sizə Amburan Molu təqdim edəcəm. Bura nəyə görə gəldim? Çünki biz əvvəllər bu yerə tez-tez baş çəkərdik. Amburan Mola. Çünki bu ərazi elə bir yerdə yerləşir ki, bu mol Bakı kəndlərinin, ən məşhur Bakı kəndlərinin tam necə deyirlər, arasında yerləşir. Məsələn, qarşıda Nardaran, Sibriz, bu ərazilər Bilgəhin ərazisidir. Yəni, bütün Bakı kəndlərinin bura çıxışı var. Baxın, bura böyük avtomagistraldır, əsas yoldur. Qarşıda Amburan Beach də yerləşir. Bura isə Amburan Mall 2016-cı ildə istifadəyə verilmişdir. Çox böyük yer olmasa da Bakı kəndlərinin dediyim kimi çox baş çəkdiyi, istirahətə gələn insanların tez-tez baş çəkdiyi bir yerdir. Əsasən uşaqlar üçün böyük ərazilər ayrılıb. Amburan Kids adı altında 2 mərtəbəli. Ümumi ərazisi, yəni dükkanlar olaraq icarə ərazisi 7000 kvadrat metrdən çoxdur. Amma burada gözəl xatirələr var. Biz də həmişə ya Amburan Beach'ə gələrdik, ya qarşıda Plyaj Daşnikov var, Rus dilində desək. Qarşıda bir xüsusi bir yer var idi. Hamı ora gəlirdi. Oradan çıxdıqdan sonra hər zaman gələrdik bura. Gözəl dondurma yeyərdik, yemək yeyərdik və s. Ona görə istədim bu ərazini sizə göstərim. Amburan Mall. Girişdə böyük Amburan Mall yazılıb və indi içəriyə də daxil olub bərabər baxaq. Bəli, artıq 9 ildir fəaliyyət göstərir. 2016-cı ildən bir çox restoranlar, kafelər, burada da bankamatiklərdir. BTB, Unibank, Premium Bank və milyon aparatı. Bəli, artıq Bakıda havanın temperaturu 28 dərəcədir. Dəniz sezonu yəqin ki açılıb. Marina Villa şəxsi yax klubu ilə tam təmirli mənzillər. Burada Bravo Marketdə aşağıda illərdə artıq fəaliyyət göstərir. 1-2 Express və s. Dondurma. Bu da Amburan Mall'un həyəti. Fəvvarələr, uşaq oyun yeri, 2 mərtəbəli ticarət mərkəzi. Orada McDonald's, KFC və s. Əlbəttə Bakıda böyük ticarət mərkəzləri çoxdur, açılıblar, amma buranın yəqin ki bütün insanlar üçün öz yeri var. Özəlliklə Bilgəhdə, Nərdaranda və s. istirahət edən insanlar üçün. Eskalatorun tərsinə çıxdım. Gedək oradan qalxaq. İstədim yuxarıdan göstərim. Baxın, uşaq zonası və restoran. Burada bayaq demişdim, əsasən uşaqlar üçün daha maraqlıdır. Daha çox yer onlar üçün nəzərdə tutulub. Burada da aşağıda Lego otağı var. Bəli, Bakının bu hissələri, bu kəndləri çox gözəldir, müasirləşir, yenilənir. Sibriz özəlliklə kilometrlərlə ərazini əhatə edir. Qismət olsa orada gedərik. Bu da Amburan Mall'un 2-ci mərtəbəsi. Bir dövrə bıraq, baxaq. Adam azdır. Yəqin ki burada hər zaman kimi axşamlar adam çox olur. Hamı istirahətdən qayıtdığı zaman, həm də bugün birinci gündür. Ortada palma ağaçları, gözəl səviyyəli bir balaca alış-veriş mərkəzi.
Bəli əziz dostlar, buradan Villa Turkish restoranının ərazisinə girdim. Sağ olsunlar, icazə verdilər. Burada gözəl bir restorandır, burada gələ bilərsiniz. Və buradan balkondan sizə göstərmək istəyirəm. Buradan balkondan sizə ətrafı göstərəcəm. Bu da Villa Turkish'in terasasıdır. Akşamlar bura dolur yəqin ki. Və Bilgə ərazisi. Baxın orada dəniz görsənir. Burada da bu qarşıdakı ərazi isə Bilgə Station ərazisidir. Orada çoxlu villalar, infrastruktura, gözəl şəhərcidir. Baxın, böyük villalar, tenis kortları, futbol meydançaları. Burada da bu villalar icarəyə verilir. Günlük, aylıq və s. Bu da uzun illərdir fəaliyyət göstərən bir yerdir. Bilgətdə elit bir yer sayılır. Belə əziz dostlar, bununla da Ambramovdan olan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.